Təşəkkür edirəm dəvətinizə görə. Eyni zamanda burada iştirak edənlərin hər birini salamlayıram. Təbii ki, belə yarışlar təkcə əyləncə xarakterli və ya idmançıların alçıda vaxtların keçirilməsi üçün deyil, eyni zamanda həmin idman növlərinin təbliğatıdır və mən çox sevinirəm ki, bugünkü gün Azərbaycanda çimərlik növ idmanları artıq təbliğ edirlər və bunlardan biri də bu yaxınlarda bizim görəcəyimiz futbol yarışmasıdır. Hansı ki, ulduz komandalar, ulduz iştirakçılar orada iştirak edəcəklər. Biraz öncə adlarını vurğuladığınız futbolçularımız var, hansı ki, Azərbaycan ulduz futbolçularıdır. Təbii ki, digər idmanlar fərqli olar, amma futbolçular burada daha böyük şou göstərə bilərlər zənnimcə və bu baxımdan fikirləşirəm ki, onların iştirakı da bir həvəsləndirici faktordur. Ümid edirəm ki, biz gözəl bir oyun nümayiş etdirəcəyik və eyni zamanda maraqlı şou olacaq tamaşaçılar üçün. Və təkcə çimərli futbolun təbliği deyil, eyni zamanda sağlam həyatın təbliği olacaq. Və gənclərimiz də, yeniyetmələrimiz də, eyni zamanda boş vaxtını necə keçirmək istəyən vətəndaşlarımızdır. Onlar da alçıda vaxtında belə tip məşğuliyyətlərlə öz vaxtlarını keçirəcəklər, sağlam həyat yaşayacaqlar. Hər birinizə təşəkkür edirəm gəldiyinizə görə və bizi dəstəklədiyinizə görə. Ümid edirəm ki, təşkilatçılar hər şeyin öhdəsindən gələcəklər. Belə deyim də, və çoxsu bilənlər bilsin ki, rekord İsmail bizim güləşçimizdir. Yəni, heç kimin gözləmədiyi halda, əslində gözlədiyimiz halda və ən belə deyim də, yaxşı güləşçilər arasında bütün Avropa və dünya güləşçilər, tanınmış güləşçilərinə qanıtdıran deməyək, belə maç keçən bizim dəyərli güləşçimizdir, var olasınız. Çox sağ olun, minnətdarıq sizə. Sağ olun.